İzleyiciler bir daha salamlıyıq. Bugün qəhrəman şəhidimiz vətən uğrunda canından keçən Amid İsmailov Eldaroğlu'nun mövlud günü idi. Hava şəraiti həqiqətən çox, belə deyək də, yollarda bərbad vəziyyət yaradıb. Maşınlar yoxdur, maşınlar yoldan çıxan kim, əzilənlər kim, nə bilim. Yollar bərbad olduğu üçün həqiqətən də hərəkət edə bilmir maşınlar. Biz də şəhidimizin mövludun gələndə Xeyirxah Ford yolda qəzaya uğradı. Qabağında bir dənə Prado Egnot tuturmuca riski. Mən də arxadan girdim. Biraz yüngülvarı qabaq əzildi. Bufer zadı. Qılıqlı bufer. İndi görək də inşallah gedirik. Hələ ondan da əlavə Ağalı kənd. O Çıraqparaq yolunda maşın çıxdı qırağa, gələ bilmirdim. Batdı maşın. Düşdü qara. Attım ora. Sağ olsun Sarxan qardaşımıza təşəkkürümüzü bildiririk. Dəstək oldu, bizi gətirdi. İndi hal-hazırda piyada gedirəm. Ağalkəndin kurukuna şimdi dedim piyada gedim. Oradan bir traktor zat tapım. Maşını Xeyirxah Ford'u dartım. Sonra yavaş-yavaş gedim rayına. Sağ olsun kardeşimiz, Allah canı sağ eləsin. Yolda götürdü məni. Allah səni var eləsin qardaş. Bugün şəhidimiz Amidin mövlud günüydü. Elə o mövluddan girdi. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Eldaroğlu yağın tanıysan da. Allah sənə rəhmət eləsin bütün şəhidlərimiz. Amin. Allah sənə ruzuğa bərəkət versin, canına can sağlığı versin, məni yolda götürdü. O belə qardaşlar Allah var eləsin. Görsən yolda görəndə adamı götürürlər. Var olsunlar. Yaxşılar hələ ölməyib. Allah yaxşılarımıza can sağlığı versin. Var olsunlar. Allah köməyin olsun qardaşım.